Mərhəmət və rəhmət sahibi olan Allahın adıyla əziz qəhrəman regionunun sakinləri, əziz Gəncə bölgəsinin dindarları, Gəncə bölgəsinin vətəndaşları. Bugün Gəncə bir qəhrəman şəhərdir. Biz Gəncə ilə fəxr edirik, Nizami yurdudur. Biz Gəncə ilə fəxr edirik, Cavad xan elinin, obasının yurdudur. Biz Cavad xan devrində vətən uğrunda, torpaq uğrunda, yad ellərin qarşısından qaçmayan babalarımızla, nənələrimizlə fəxr edirik. Biz fəxr edirik ki, 18-20-ci illərdə Gəncə uğrunda ayağa qalxan babalarımız, nənələrimizlə, o zaman şəhid olan 12.000 insanımızla bir gecədə bilirik ki, 12.000 nəfər Gəncə şəhərində şəhid oldu Gəncə mühasirəsində. Fəxr edirik 27 dəfə sürgünə gedən imperiya, komünist rejiminə baş əyməyən babalarımızla, nənələrimizlə, hansı ki o babalarımızın, o nənələrimizin sümükləri bugün Sibir çöllərində, Qazaxıstanda və başqa yerlərdədir və onların ruhu dolaşır, bu millətə dua eləyir. Bu günlərin biz 88-ci ilin ilk şəhidini vermişik, Bəxtiyarlar, Abbasqulular, Rusyarlar. Biz 90-cı il şəhidi vermişik, 92-ci ildə şəhid vermişik və ta bu günə qədər vətən, millət, azadlıq, istiqlaliyyət, dövlətçilik yolunda şəhid vermişik və şəhid verməyə də hazır bir xalqıq, bir cəmaatıq, bir elik, bir obayıq. Bildiyimiz kimi bu günlərdə Gəncə şəhərinə Azərbaycan Respublikasının prezidentinin qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva təşrif gətirdi və gəldiyi zaman şəhərimizdə az təminatlı insanlara qayğı göstərdi, xəstə insanlara qayğı göstərdi, şəhid balaları ilə görüşdü və şəhid milli qəhrəman evinə getdi. Leyla xanım Əliyeva eyni zamanda atası kimi, babası kimi, anası kimi müqəddəs məkanları da ziyarət elədi və Gəncə şəhərinin mərkəzində yerləşən fəxrimiz, bizim baş tacımız olan, tariximiz, məktəbimiz olan Şah Abbas məscidinə təşrif gətirdi və oranın gələcək təmirinə orada qayğı göstərdi. Mən buna görə Azərbaycan Respublikasının prezidenti İlham Heydəroğlu'na təşəkkür edirəm ki, belə bir evlad getirib, belə bir evladı var, belə bir ailəsində imanlı, inanlı, ürəyi pak, səxavətli, daim vətəndaş yanında olan hər kəsi anlayan bir qızı Leyla xanım var. Mən cənab prezidentə təşəkkür edirəm. Çünki möhtərəm prezidentim özünün parlament seçkisində o zaman Yeni Azərbaycan Partiyasından rəhbərliyi olaraq gələndə mən onu Gəncədə şəhidlər xiyabanımızda qarşıladım. Ona Quran hədiyyə elədik. O bildirdi ki, hara getsə, vətən yolunda, millət yolunda, xalq yolunda şəhid olanın qəbrini ziyarət edir və şəhidlərə qayğı göstərir. Möhtərəm prezidentimiz seçkisinin təbliğatının ilk addımını Gəncə şəhərində Cavad xanın qəbrinə gəlməklə, Şah Abbas məscidini ziyarət etməklə öz imanını, vətənə bağlılığını, gələcək qələbənin kökünü qoyacağı bir məqamı göstərdi. Cavad xanın qəbrini ziyarət etmək, hər bir gəncəlini ziyarət etmək idi. Hər bir qəhrəman gəncəlilərin və yaxud da Azərbaycanlıların, hər bir şəhidin, şəhid ailəsini ziyarət etmək idi. Bu, möhtərəm prezidentimin seçkidən öncəki səfəri idi. Və seçkisinin ilk səfərini də, ilk addımını yenə Gəncəyə atdı. İmamzadə ziyarətgahını ziyarət etdi. İmamzadə ziyarətgahını ziyarət etdikdən sonra dağılıb viranəli halat qalmış ziyarətgahı yenidən bərpa etdirdi. Onun tikilib dindarlarımızın, insanlarımızın hədiyyəsi olaraq təqdim elədi. Möhtərəm prezidentimiz hər gəldiyi zaman Gəncə şəhərinə mən onunla görüşəndə görürsən qış olurdu, qar yağırdı,
deyirdik soyuq, qardır, necə olacaq? Möhtərəm prezident gəldiyi zaman qarlar əriyir, günəş çıxırdı. Möhtərəm prezident yayın istisində gəldiyində düşünürdük, hava istidir, günəşlidir və möhtərəm prezident gəldiyi zaman bir bulud gələrdi və gözəl bir hava gələrdi. Mən xatırlayıram ki, İmamzadə ziyarətgahında möhtərəmə sual verdim ki, cənab prezident, bu günəşi, bu havanı, buludu özünüzlə mi gəzdirirsiniz? Və mən hər zaman 25-26 ildir mənbərimdə möhtərəm prezidentin aliliyini nəzərə alırıq, xalqıma bəyan eləyir və dua elədirəm. Dua eləyəndə 100 minlərlə insanın əli qalxır göyə amin deyir. Bu şəffaf seçkidir. Bu möhtərəm prezidentə olan elimin, obamın sevgisidir. O amin sədaları qəlblərdən gəlir. Bu çünki möhtərəm prezidenti həm xalqım seçib, həm Allahım seçibdir. Ona görə də mən möhtərəm prezidentimə İmamzadəmizin vaxt tikilib bizə verilməsi, məscidlərin tikilməsi və daha yüksəyə gedirəm. 30 illik işğaliyyətin qabağına Fatih rəhbər çıxdı. 30 illik işğaliyyətin qabağına şərəf, qeyrət, namus davasının qalibidir ali rəhbərimiz. Bu Fatih rəhbər Azərbaycanın namusunu, şərəfini, ləyaqətini və 3 rəhli qanla alınan bayrağını göylərə zirvələndiribdir və qalib olubdur. Biz yuxuda da görə bilməzdik ki, Qarabağ torpaqlarına gedirik. Orada bizim babalarımızın ruhu bizdən kömək gözləyirdi və şəhidlərimizin canı fədasına, qazilərimizin sağlamlığı fədasına, oğlu ölən ata-analarımızın duaları ilə, oğlunu halallığı ilə, xalqımın birliyi ilə, vəhdəti ilə, dövlətə inamı ilə biz 30 illik işğaliyyətə qalib gəldik. Allah möhtərəm prezidentimizi hifz eləsin, Allah onu qorusun və saxlasın. Və eyni zamanda mən istəyirəm, nəzərə gətirəm, Leyla xanımdakı gördüm bu səxavəti, bu dövlətçiliyi, Leyla xanımda gördüm bu humanizmi, bu yardımlaşmanı, məzlumlara kömək etməsidir. Və mən onunla görüşən zaman onun üzündə bir nur gördüm və mən möhtərəm, bu dövlətin yaradıcısı olan ali rəhbərimiz olan dövlətimizin qurucusu Ulu Öndəri xatırladım. Ulu Öndər də ağır günlərimizdə səsimizə səs verən, 1990-cı il 20 yanvardan sonra köməksiz qalan, səsi çıxmayan bir millətə Moskva şəhərində xəstə yatağından durub nümayəndəliyə gəlib səs verən, deyən Azərbaycan, Azərbaycan 1993-cü ildə separatizmin, araqatanların, vətəndaş müharibəsini salanların qarşısına bir qəhrəman kimi çıxaraq onları yerində suzdurdu və Azərbaycan adında bir dövlət qurdu və dünya xəritəsində Azərbaycan üçrəhli bayraq qaldırdı. Allah Ulu Öndərin ruhunu şad eləsin, qəbrinə nur bəxş eləsin. Əziz şəhid ataları, şəhid anaları, əziz qazilər, əziz Gəncəmin qəhrəman cəmaatı, Mehriban xanım Əliyeva bilirik ki, bizim Gəncənin evladıdır. Baba yurdu Gəncəmizdədir. Ondan əvvəli seyiddir, Peyğəmbər evladıdır. 9-cu əsrdə Gəncəyə gələn Şəhzadə İbrahim İmamzada da uyuyur. Onun soyundan gələn birisidir. Ali Peyğəmbər nəslinə məxsusdur. Mehriban xanımın özü insanlarımıza nə qayğılar göstərib, nə yardımlar eləyib və kimlərə nə edib hamısını biz şahidiyik, görürük və mən Mehriban xanıma da təşəkkür edirəm. Allah ondan bir ana kimi razı olsun. O bir anadır. O nəinki öz evlatlarının, hər bir kasıbın, hər bir ata-anası itirmiş valideynsiz evlada da anadır. Xalqımızın anasıdır, şərəfimizdir, ləyaqətimizdir. Biz onu dua etməliyik, dua eləyirik. Çünki Mehriban xanım Gəncə şəhərində İmamzadənin bir dəfə təmirində, bir məscidin tikintisində birbaşa iştirak eləmiş. Mehriban xanım ən ali bir işi, Azərbaycanın qəhrəman oğlu, Quruqovu düzündə savaşıb imperiyaya qarşı gedən
qəhrəman babamız Cavad xanın məzarını təmir etdirmək və şəhərimizdə olan Cümeyd Qəssəbin məqbərəsini təmir etdirib xalqımıza vermişdir. Allah ondan razı olsun. Təşəkkür edirəm. Allah onu hifz eləsin. Allah-u Təbarək Teala vətənimizə, millətimizə, dövlətimizə, xalqımıza hər bir xidmət edən insanı hifz eləsin, qorusun, xətalardan, bəlalərdən uzaq eləsin. Mən əminəm ki, inşallah ki, daha gözəl gələcəyimiz olacaq. Bu günlərim Şuşada, Qarabağda viranə qalan məscidlərimizi möhtərəm prezidentimiz və vitse-prezident xanım Mehriban Əliyeva necə gözəl düzəltmişdi. Qarabağda dağılmış evlər, yandırılmış məkanlar, müqəddəs yerlərimizin hamısının təmiri ilə birbaşa möhtərəm özü məşğul olur və dəfələrlə ora gedir. Öz ad gününü əskərlərin arasında, qaçqınların arasında, köşkünlərin arasında keçirir möhtərəm prezidentimiz. Bu prezidentimizin milli dəyərlərimizə, dini dəyərlərimizə verdiyi böyük bir qiymətdir, dəyərdir. Mən bir daha buradan hamınızın adından, şəhərimin adından, elimin adından, obamın adından, şəhid ata və analar adından, qazi qardaşlarımın, bacılarımın adından, vətən uğrunda can verənlərimin adından, dövlətimə sevənlər adından Leyla xanım Əliyevaya təşəkkür edirəm. Şəhərimizə gəlişi, diqqəti və hamımızın baş tacı olan müqəddəs məkanı ziyarət etməsinə görə Allah'a ad verirəm qüdrəti izzətinə, Xudavənd-i Kərim Allah dövlətimizə qüdrət, ordumuza rəşadət, xalqımıza ruzi bərəkət versin. Allah-u Təbarək Teala millətimizi xətalardan, bəlalardan qorusun. Xudavənd-i Kərim Allah hər kəsin qəlbində nə istəyi, nə diləyi var, nə mətləbi var, onu yetirsin. Xudaya xalqımızı zəlzələ, vəlvələlərlə, xəstəliklərlə, yanğınlarla, daşqınlarla imtihan eləmə. İlahi bari pərverdigara, dövlət bayrağımızı daim göylərə zirvələndir. İlahi uca qamətli, qeyrətli, şərəfli, ləyaqətli prezidentim İlham Heydəroğlunu sağ və səlamət elə. İlahi bari pərverdigara düşmənlərini onun islah elə, islah olmayanlarını zəlili xar elə. Allah dövlətimizin, millətimizin, xalqımızın düşmənlərinə lənət eləsin. Allah-u Təbarək Teala səsimi eşidən hər kəsin ölənlərinə rəhmət eləsin. Hər bir kəsin ölənlərinin qəbrinə nur bəxş eləsin. Allah ölənlərə rəhmət eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.